Salam, hər vaxtınız xeyir. Uzun müddətdir ki, video çəkmirdim. Çünki açığı playlistdə danışdığım məsələlərdən əlavə danışacağım bir şey ağlıma gəlmirdi. Yəni playlist tam olaraq dolu şəkildədir. Geridə qalan öyrənməliniz olduğu şeylər, yəni özünüzdən asılı olan məsələlərdir ki, misal üçün qrafikdə vaxt keçirmək. Qrafiki görmək üçün hansısa videoları artıq izləməyə ehtiyac yoxdur. Qrafikdə özünüz vaxt keçirməlisiniz. Gün ərzində 5 saat, 6 saat kim nə qədər bacarırsa o qədər vaxt keçirsə daha çox aşina olacaq qrafika, həmişə dediyim kimi. Bu dəfə belə bir dərs keçmək, dərs də deyil, bu məlumat verici bir video istədim olsun. Çünki əksər adamlar bu barədə məlumatsızdır. Bəlkə də bilənlər də var, amma mən yəni çox adamdan eşitmişəm ki, yəni mən göstərəndən sonra bilmədiklərinin fərqinə vardım. Binance-da edilən kriptovalyuta əməliyyatlarında olan kar bölünməsi, həmçinin Forex bazarında MetaTrader proqramında da var. Misal üçün, nə mənada izah edirəm bunu, yəni nə deməkdir bu kar bölünməsi? Misal üçün, bir əməliyyatı açırsan, deyək, 0,1 ilə. Normalda bunu onda 1-i bölürlər 100%-lərlə fərqli yerlərdə danışırdılar ki, profiti qısaq bağlamaq olsun. Yəni bunu manual şəkildə edirdilər. Halbuki MetaTrader 5-də eynən Binance-da olduğu kimi deməli karı faiz olaraq bölmək, hətta lot olaraq bölmək mümkündür. Bu necə olur, onu sizə göstərirəm. Məsəl üçün, burada əməliyyatda hal-hazırda deyək ki, buradan atıram 0,2 ilə bay əməliyyatı açırsınız. Və bay açandan sonra gördüyünüz kimi burada əməliyyat açıq şəkildədir. Bunu bağlayanda bildiyiniz kimi burada bu işarəni, sağdakı işarəsini basanda əməliyyat bağlanır, müsbət və yaxud mənfi. Amma biz burada düzəliş eləsək, burada bilirsiniz stop loss take profit ayarları var. Bundan əlavə düzəlişi necə eləyirik? Pozisyon deyiş. Bir dəqiqə, haradaydı bu? Bu hissəyə gəlirik. Yəni ki, əməliyyatı bağlı yerində yuxarıda gördüyünüz kimi lotlar var. Hal-hazırda 0,2-dir. Yəni hal-hazırda biz 0,2 lotla açdığımız əməliyyatı olduğu kimi, məsələn, hal-hazırda 60 dollar civarında mənfidəyik. Ya bunu full bağlayır. Amma biz misal üçün bunun 0,5 hissəsini də bağlaya bilərik. 0,1 hissəsində, həmçinin 0,1 hissəsində. Yəni, əməliyyatı bağla hissəsinə girəndə, avtomatik burada bizim birinci girdiyimiz lot görsənir. Lakin biz onu manual olaraq dəyişib, istədiyimiz lotu qeyd eləyərək, misal üçün, əməliyyatın 0,1 hissəsi bağlanılsın. Bunu bağlayandan sonra bizim əməliyyatımızın hamısı bağlanmır. Bayaq 0,2-ni açmışdıq, hal-hazırda aktiv 0,1-də, misal üçün, 19-u qalıb. Və yaxud da ki, bu həmçinin profitdə olduğu dönəmdə biz bu profitdə olduğu hissədən giririk bu hissəyə, əməliyyatı bağla. Buradan misal üçün 0,5-ini bağlayırıq, yerdə qalanını gözləyirik ki, misal üçün tek profitə çatsın. Yəni bu hissəli şəkildə kar qazanmağı əlverişli bir metoddur. Çox insan bunu bilmədiyini düşünərəkdən bu videonu çəkmək istədiyim kimi məlumatı yox idisə, ümid edirəm ki, öyrədici bir video olub. Misal üçün təkrarən 0,5 pozisyonunu bağlayaq. Yerdə 0,14 qalır. Yəni biz keçmiş tarixçəyə də baxanda gördüyünüz kimi bir əməliyyatdan 0,6 və daha doğrusu 12-dən 0,6 bağlanıb. Bir dəfə %1, bir dəfə də deməli %5 bağladıq və toplamda bu formada görsəndi gördüyünüz kimi. Ümid edirəm ki, aydın və izah edici video olub. Sağ olun.